Milli Məclisin sabiq deputatı Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankarada vəfat edib. Bu barədə Teleqrafa mərhumun yaxınları məlumat veriblər. Onların bildirdiyinə görə Fəzail Ağamalı qızı Günay Ağamalı ilə müayinə və müalicə üçün Türkiyəyə gedibmiş. O bugün səhər qaldığı oteldə ürək çatışmazlığından dünyasını dəyişib. Fəzail Ağamalı uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Siyəzən sakini dəm qazından zəhərlənərək ölüb. Siyəzən rayon sakini İzzət Zağıroğlu Cəfərov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək vəfat edib. Faktla bağlı araşdırma aparılır. Vəkillər kollegiyasının üzvü Orxan Həsənov vəfat edib. 39 yaşlı vəkil bugün səhər saatlarında qəflətən dünyasını dəyişib. Onun vəkillik fəaliyyətinə 2025-ci ildə başladığı bildirilir.